Elm nəşriyyatı test toplusundan bir neçə suallara baxaq. Verilmiş nümunəni təhlil ilə bağlı səhv fikri seçin. Əzinəm, kəsad olmaz. Mərd elə, kəsad olmaz. 100 namərdin çörəyin, doğrasan kəsad olmaz. Burada səhv fikri bizdən soruşur. Mərdlik, mübarizlik təbliğ olunur, bəli. Həcmcə kiçik olan tək bəndli bir şeirdir, düzdür. Misraların hər birində 3-ün 4-ə bölgüsü var. Əzinəm, kəsad olmaz. 3, 4. Mərd ilə kəsad olmaz. Yenə 3, 4. 100 namərdin 4-ün 3-ə doğrasan kəsad olmaz. Deməli, hər bəndində 3, 4 deyil. Səhv budur. Şeirə aid olduğu janrı yazılı və şifahi ədəbiyyatda da rast gəlmək olur. Bayatıdır, bəli. Bayatı yazılı ədəbiyyatda da var, şifahi ədəbiyyatdadır. Heca vəznindədir, bəli. Klasteri tamamlaya bilməz, lirik növdədir. Sayaq sözlər, laylalar. Deməli, burada atalar sözü və məsəllərdir. Bunu bilirik. Sillogizmi tamamlasaq, yerinə hansı yazılsa doğru olar. Sillogizmlə birləşik birinci hökmlə ikinci hökmü birləşdirib nəticə çıxardırıq. Gəlin baxaq, dramatik növdə yazılan əsərlərdə əyani göstərmə və hərəkət əsasdır. Hansı dramatik əsərləri dramatik növdədir? Yəni nöqtələrin yerinə hansı əsər yazılır? Dramatik növdədir və həmin əsərlərdə əyani göstərmə və hərəkət əsasdır. Nuh bilirik ki, bunlar rəvayətdir. Rəvayət də epik növdədir. İş insanın cövhər, atalar sözü məsələlər də epik növdədir. Qaragilə, bunlar lirik növ, mahnı da lirik növdədir. Kitabda da Qorqud və Koroğlu, bunlar bilirik ki, epik lirik növ, dastan aiddir. Deməli, qaldığı yerdə lal dinməz, əl üstə kimin əli oyunlardır ki, bunlar dramatik növə daxildir. 4-ə baxırıq. Nöqtələrin yerinə hansı janrdan nümunə yazsaq məntiqi əlaqə tamamlanar. Bilirik ki, aşıq şeir janrlarından biri də cığalı təznisçi. Cığalı təznisdə 2 misradan sonra bir dənə cığalı bayatı verilir. Deməli, cavabımız da bayatıdır. Abi mürvət həsrətini çəkməkdən illərlə xəstə düşdüm başa-baş. Əzinəm başa-baş, oxu dərsin başa-baş. Eşqindən səməndərəm, o da yandım başa-baş. Həmən oxu bayatını verilir burada. Can deyənə, can deginə mərdanə, baş qoyanın qoy yolunda başa-baş. 5-ci suala baxırıq. Hansı uyğunluq gözlənilməmişdir? Hansına uyğun gözlənilməmişdir? Əzizim Qarabağlar, əl üstdən Qarabağlar. Yaramı yar bağlasın, yar yaxşı yara bağlar. Bayatıdır, düzdür. Balacayam, sarıyam, deməyin ki, darıyam. Sizə çörək oluram, zəmilərin barıyam. Tapmacadır, əlbəttə ki, tapmacadır. Öküz xan, öküz sözü varsa deməli hola vardır, düzdür. Nənəm şişək qoyun, qoyun sözü də varsa deməli sayaq sözü, düzdür. Dost dostdan üzdən incir, bir acı sözdən incir. Yükü ağır olanda öküzdən incir. Öküz sözü varsa burada deməli holavar olmalı idi. Qəhrəman nəğməsi yazılar, səhvdir. Klasteri tamamlaya bilən janrları seçin. Anonim ədəbiyyat nümunəsidir. Yalnız nəsrli olur. Epik növün janrlarıdır. Məsələlər nəzmdə də ola bilər. Deməli, ona görə çıxırıq üstləri. Üstü çıxacaq. Tapmaca da nəsrlə ola bilir. Ona görə o 4-də çıxırıq. Deməli, atalar sözləri də ola bilər nəzmlə. Deməli, 2, 5, C variantı qalacaq. Verilmiş xüsusiyyətlərə uyğun janrları müəyyənləşdirin. Bəzi xüsusiyyətlərinə görə əfsanəyə oxşayır. Müəyyən əlamətləri yazılı ədəbiyyata, təmsilə oxşayır. Təmsilə oxşayan, bilir ki, təmsillərdə nə olur? Allegoriya olur. Allegoriyada nağıllarda ola bilər də. Heyvanlar haqqında nağıllarda heyvan allegoriyasından istifadə olunur. Elevin diaqramının orta hissəsində tərənnüm əsasında yaranır cümləsi verilmişdir. Hansı bəndlərdə boşluq yaza bilərik? Yəni, hansıları Elevin diaqramı ilə müqayisə edə bilərik? Deməli, burada laylalarla oxşamalar tərənnüm əsasında yazılır. Hər ikisi uşaqla bağlıdır. Hər ikisi ananın övladına olan məhəbbətini əsas götürür.